Bu imarətdə bir ruh itib, səssizdir, danışa bilmir, amma bir şey demək istəyir. Bir sır və yalnız da siz onu anlaya bilərsiniz, bir röya vasitəsilə. Mysterium bir normal karagah oyun deyil. Burada oyunçular medium nəqşi oynayırlar və ruhlar və insanların arasında irtibat sağlayırlar. Bir nəfər bir ruh nəqşindədir və danışa bilmir, yalnız da sizə bir seri kartlar verir. Bu kartların üstündə surreal təsvirlər nəmayişə qoyulub. Bu təsvirlərlə siz bir qətlin sirrini tapacaqsınız. Mysterium yalnız da bir oyun deyil, bir rəvani sınaqdır. Çünki biz hər birimiz təsvirlərdən fərqli anlamlar ala bilərik. O yüzden fərqli düşüncələr, fərqli əkslər və nəticələr yaradıla bilər. Oyunun tərəhisində Salvador Dali və Magistin surreal rəsmlərindən istifadə olunur. Bu sənin beynini xətti düşüncədən çıxartmağa yardım edə bilər. Bu oyun sənə təsviri düşünməyi də öyrədir. Bir zehni təmrindir, özəlliklə sənətçilər və rəvanşinaslar üçün. Pəs bir xasa oyun axtarırsansa, Mysteriumu imtahan elə.